Bugün sənə çox maraqlı bir şey bəhs edəcəm. Hansı ki 2-3 həftə öncəsində həyatımda baş verən və bundan necə baş etdim bu çətinlikdən və daha doğrusu bu çətinlik həyatımda olarkən simvollar mənə qarşıma necə çıxdı və bu hadisələrdə onları görə bilməyim, çözə bilməyim nə kimi fayda verdi mənə. Bəzən olur ki, biz nə deyirik daha çox, əminəm ki, sən də qarşına çıxıb və istifadə etmisən bunu. Sanki hər şey üst-üstə gəldi. Yəni neqativ olandan bəhs edirəm. Hər şey üst-üstə gəlir. Yəni bir dayanmır. Mən yəni nə edəcəyimi şaşırdım. Eyni ilə bənzər bir vəziyyət idi. Deməli, sıxıntı iş yerimlə əlaqəli idi. Hansı ki, ərizə yazdırılmışdı ki, iyun ayının maaşı, daha doğrusu iyun ayı məzuniyyətə çıxarılır, amma iyun ayının maaşı ödənmir, belə deyək. Halbuki iyun ayı əslində iş ayıdır bizdə və əməkdaşlar əlbəttə ki, işə gedirlər, gəlirlər, kimlərsə tamamlamamış işlərini tamamlayırlar o müddətdə və s. Bu heç kimə xoş gəlmədi, amma məsələ burada xoş gəlməkdən ziyadə sənin özünü qarşı tərəfə izah edə bilmən, fikrini çatdıra bilmən, anlaşılmağın, etirazının qəbul edilməsi və s. bunlar təbii ki, böyük rol oynayır. Çünki nə deyirik? Öz hörmət, öz dəyər birinci özümüzdən başlayır və biz bunu özümüzə edə bilmiriksə, özümüzə verə bilmiriksə, qarşı tərəf heç verməyəcək və xüsusilə də təəssüflər olsun ki, ölkəmizdə bəzi yerlərdə hər yerə aid edə bilmərəm. İnsan haqları, hüquqları pozulur. İnsan kimi yaşadığın, yaşamalı olduğun sənə unutdurulur. İnsan kimi yaşamaqdan qəsd etdiyim şey qətiyyən çoxlu pul, çoxlu mal, çoxlu dövlət deyil. İnsan kimi yaşamaq, özünün insan olduğunu xatırlamaq, dəyərli olduğun, hörmətə layiq olduğun, hörmət görə biləcəyin, verdiyin hörməti, verdiyin əməyin qarşılığını ala biləcəyin bir yerdəsənsə, insan kimi hiss edə bilirsən özünü və bütün bunlar pozulduqda avtomatik olaraq insan nə keçirir? Qəzəb hissi keçirir. Çünki sənin öz hörmətinə, öz dəyərinə bir təhdid olaraq qarşı tərəfdən səni belə deyək, müdafiəsizcə üzərinə bir hücum şəklində belə deyək gəlmiş olur. Və mən də özümü artıq tanımağa başladığımdan bəri bəyənmədiyim bir şeyləri, məni belə deyək, hansı ki az əvvəl dediyim kimi öz dəyərimə, öz hörmətimə, öz təsdiqimə əngəl olacaq hansı ki hadisələr var, balansı pozan, sərhəddi pozan, bunu mütləq qarşı tərəfə uyğun şəkildə bildirirəm. Ki, məncə belə də olmalıdır. Çünki bildirmədikdə qarşındakı insanlar bunu sənə edə biləcəklərini özlərində haqq bilirlər və bunun bura qədər idisə daha çoxunu etməyə başlayırlar. Nəysə, nə baş verdi? Yəni bu qismi kənara qoyuram, prosesi izah etmək istəyirəm ki, nə baş verdi? Bu ərəfədə, hansı ki mən bunlarla mübarizə apararkən bu hisslər bir tərəfdən ki mən yəni təəccüb hissi keçirirəm və həmçinin də əsəb hissi keçirirəm eyni zamanda və üstəgəl maraqlısı nədir? Deyək ki, ola bilər belə bir şey deyək ki qəbul olundu. Bu hamıya qəbul şamil olunsa, hə, insan başa düşər, amma müəyyən bir qismə şamil olunub, müəyyən qismə şamil olmadıqda bu artıq qanundumu, qanuna uyğundumu, yəni sual doğurur. Və üstəgəl də ki, məzuniyyətə çıxmağımıza rəğmən bizə işlər tapşırılır ki, biz də o işləri görürük. Bu daha belə deyək, insanı incidən şeylərdən birisidir. Yəni sən məzuniyyətə çıxmısan, çıxarılmısan ərizə ilə, amma buna rəğmən sənə iş tapşırılır. Bütün bu hisslərlə baş etməyə çalışarkən xəbər gəldi ki, Bakıda 4 gün su olmayacaq. Və 4 gündə su olmadı. Yəni bu da belə deyək, bununla bərabər başqa bir hadisə də var. Həmin ərəfədə mən evdəki suyu çölə çıxarkən bağlamağı unudub açıq qoyub çıxmışdım və evdə kiçik bir su daşqını baş vermişdi. Və gəl baxaq, bütün bunlar nə mənaya gəlir? Deməli, suyun kəsilməsi, 4 gün olmaması və bu hadisələrin üst-üstə düşməsi. Yenə nə deyirik? Bu təsadüf deyil. Sinxronizasiya kimi, yəni coincidence, üst-üstə düşmə baş verirsə, burada bir düşüb baxmaq lazımdır. Nə deməyə çalışır? Su həyat
həyati vacib bizim üçün, belə deyək, vasitədir, hansı ki biz onunla qidalanırıq, həyatımızı sürdürürük, sağlam qalırıq, yaşaya bilirik. Yəni su olmasa həyat yoxdur, düzdürmü? Və sən də bir yerdə işləyirsənsə, oradan maddi əmək haqqı almağın sənin öz yaşamını sürdürə biləcəyini göstərir. Əgər almırsansa, bəli, sən də o ehtiyaclarını ödəyə bilməyəcəksən deməkdir. Bu mənaya gəlir, 4 gün bunun olmaması. Və yəni sənin haqq etdiyini düşündüyün şeyin sənə verilmir, belə deyək. Və suyu unudub onu, belə deyək, açıq saxlamağın və suyun daşması isə bu su həmçinin həyat gücü və sərhədlərlə bağlıdır. Və mənim keçirdiyim hisslər o qədər yüksək idi ki, çünki sən bir hiss keçirirsənsə, onun qarşılığında belə deyək, söhbətləşə biləcəyin, özünü ifadə edə biləcəyin bir şəxs olmalıdır. Və sən gedib ona deməlisən, bu məsəl üçün niyə baş verir? Gerçi mən yaxınlaşdığımda, soruşduğumda, sonra araşdırdığımda qanunda belə bir şey varmı, yoxmu deyə və s. Müəyyən şeylər qanuna uyğun olsa da, müəyyən şeylər yox idi yəni. Və sənə rahat bir şəkildə açıqlama etmirlər ki, məsəl üçün bu buna görədir, açıqlaya bilmirlər və bu səni belə deyək, hirsini ya da özünü o hisslərlə baş edə bilməyini daha da çətinləşdirir. Çünki sənə izah olunmalıdır ki, bu nəyə görə belə baş verir deyə. Yəni əgər tamam, izah etdikləri bir şey var, amma səninlə bərabər eyni olan əməkdaşa fərqlidir. Yəni onda fərqli bir şey işə keçir, belə deyək, daha neqativ ola bilər, daha pozitiv ola bilər. Yəni bu istərseniz beyni çaşdırır və əgər İnsanlar daha çox yaxında bəziləri söylədi ki, heç bir şey demə deyə, yəni bu sənin daha çox əleyhinə səbəb olacaq ki, mən də fərqindəyəm. Ola da bilər, olmaya da bilər, yəni çox da neqativ düşünmək istəmirəm bu haqda. Amma gördüm ki, bu müddətdə mən özümü ifadə etməsəm, yəni boş verib keçə biləcəyim bir şey deyil. Bir var ki, bir hadisə baş verir, sən ondan çox da əlləşməyə bilərsən, yəni deyərsən ki, əşi, olmadı məsələn. Canı sağ olsun kimisindən. Amma bəzən də elə bir məsələ olur ki, sən susursan, amma səni içdən içə yeyir də, yəni. Və mən içdən içə yeyən şeylərdə, yəni susa bilmirəm. Ona görə bir şəkildə ifadə etmək istədim. Çünki bu işləyən əməkdaşın zaten haqqıdır. Soruşmaq, öyrənmək ya da izah olunmalıdır. Niyə? Yəni belə bir şey olur, məsələn, nə üçün belə bir şey oldu, niyə belə biz addım atmaq istədik və s. kimi. Və o sırada suyun daşması əslində bu deməkdir ki, mən artıq bu hisslərlə baş edə bilmirəm. Yəni bunu mən saxlaya bilmirəm, kontrol edə bilmirəm, regulə edə bilmirəm öz hisslərimi. Çünki obyekt yoxdur və ondan baş-başa qalmağa məruz oldum. Və bunu mən elə bir ki, suyun daşmasını görəndə bir ayılma oldu ki, yəni Billurə, özünə gəl. Sən yəni bir bax, daha yaxşı çıxış yolu nə edə bilərsən kimisindən. Çünki həqiqətən də o suyun daşması başqa birisi olsa nə edərdi? Yəni daha çox nə edirik? Ayda yəni problem azıymış kimi, bir də bu baş verdi, bunu da unutmuşam. Ay lənət olsun, ay elə olsun, belə olsun falan filan. Amma sən bunun fərqinə varanda ki, bu sənin üçün çox güclü bir mesajdır. Məsələn, nə oldu ondan sonra? Belə bir qərara gəldim. Gördüm ki, bunu əgər həll edə bilmirəmsə, mənə tapşırılan işləri də etməyəcəm. Çünki məni məzuniyyətə çıxarıblar. Məzuniyyətdə olmaq o deməkdir ki, sən istirahət edirsən. Və istirahət etdiyin müddətdə də iş görməli deyilsən, belə deyək. Bu sənin haqqındır, yəni haqqın olan bir şeydir. Çünki orada baş verənlər sənin ədalət hissinə, ərdəminə, belə deyək, birbaş hücum etmiş olur, zədələnmiş olur. Və bunu etdikdən sonra çox daha özümü rahat hiss elədim, gerçəkdən də yaxşı hiss etdim və məni incitmədi. Və o incitdiyi yer, yəni həmənki o yanğısı ilə, alovu ilə qalmadı, yəni söndü. Çünki, okey, sən bunu etmirsənsə, sən qarşındakı haqqını qorumursansa, amma sömürə də bilməzsən, yəni düzdür, zaten müəyyən bir davranış var sömürə, amma daha artığını edə bilməzsən, yəni burada sərhədimi qoya bilərəm, belə deyim. Və bu hadisə mənə bunda elə bir ki, kömək oldu. Və bu əslində simvoldur, simvol dilidir. Həyatında bir şey baş verir, üstə bir şey olur və sən bunu çözə bildiyində daha fərqli düşünməyə başlayırsan. Məsələn, mən özüm çox daha keçmişdə
çox reaktiv insan idim. Yəni bir hadisə olan kimi reaksiya verən bir insan idim. Amma şuurlu, fərqindəlikli belə deyək, yaşayaraq, həyatıma dəvət edərək, müəyyən şeyləri çözərək bu məni çox daha asan reaksiya verməkdən cavab verməyə yönləndirdi və bu reaksiya cavab sözünü də ilk dəfə 21 yaşımda Osho fərqindəlik kitabında öyrənmişdim, səhv etmirəmsə, çox xoşuma gəlmişdi. Yəni bir hadisəyə reaksiya verirsən. Yəni reaksiya nədir? O hadisəni tamamilə əmin olmadan, araşdırmadan, etmədən püskürürsən, belə deyək. Amma cavab isə, məsələn, belə bir şey oldu, bir araşdırım, nədir bu, doğrudanmı var ya yox, sorğu-sual edirsən, araşdırırsan falan. Ondan sonra etirazına yönəlik, varsa etirazın hələ də qalırsa, ona yönəlik bir şey edirsən. Bu səbəbdən də şuurlu fərqindəliklə yaşamaq səni çox daha güclü edir. Nəyi nədən istəmədiyini, nəyi niyə istədiyini, nə etməli olduğunu, etməməli olduğun yöndə sənə ipuçları verir, çox güclü ipuçları verir. Məsələn, çox güclü də su daşa bilərdi, amma bunun yüngül versiyada olmasının da bir anlamı var. Bu səbəbdən də, yəni inşallah avqust ayı üçün planlayıram simvollarla bağlı bir çalışma etmək, əgər istədiyim kimi hazırlaya bilərəmsə konsepti, çünki zaman baxımından və bu düşünürəm ki, insanlar bunu həyatlarına dəvət edib anlamaq istədikdə, çözmək istədikdə həyat çox daha mənalı və dərin bir yerə dönüşür. Sənin şikayət etdiyin ortamdan, sənin görə biləcəyin, idarə edə biləcəyin müəyyən mənada, idarə edə bilmədiyin zamanlarda axışda ola biləcəyin bir yerə dönüşür və bu səni çox, sözün əsl mənasında yaxşı hiss etdirir, belə deyək. Belə, bugün bəhs edəcəyim mövzu bundan ibarət idi. İnşallah gələn videolarda görüşmək üzrə. Əgər bəyənirsənsə, lütfən bəyən və bunu yaxın çevrəndəki insanlarla paylaş ki, sayımız çoxalsın. Özünə çox yaxşı bax, görüşmək üzrə.